Herkese selam uşaqlar, mən Araz. Bugün YouTube'un axırıncı ilk videosunu çəkdim, başladım. Bu webkamı qoşana kimi siz nə qədər əziyyət çəkmişəm, mən belə dəli olmuşum. Bir daha bu sistemə baxın. Bu qoşmuşam kompüterə. Tripodum da yoxdur, bunların üstünə qoyub çəkmişəm. Bəyənin videolar. Bəli uşaqlar, deməli nədir bu oyun proqramlaşdırılması? Vəbşim siz bu dərsə qulaq asıb nə öyrənəcəksiniz, bu nədir? Telefonda oynadığınız oyunları oyun mühəndisləri, game developerlar düzəldir. Mən özüm bir game developeram və sizə bunun dərslərini əyləncəli bir şəkildə keçməyə çalışacağam. Siz məni Unitaz Araz olaraq tanıyırsınız, amma mən təkcə Unitaz qırmaqla məşğul deyiləm. Yəni tank belə qırmaq o əlbəttə ki, o elə. Bu dərslərdə sizlərə mən nəyi öyrədəcəm? Özüm də belə tam belə professional səviyyəli deyiləm əlbəttə ki, amma yəni böyük bir təcrübəm var. Aşağıdakı linkdən portfolyoma baxa bilərsiniz ki, necə uğurlarım var bu tərəfdə. Belə ekranda da bir-iki eyni şəkil qoyacağam. Bura biraz çırılım yəni ki. Deməli uşaqlar, siz burada öyrənəcəksiniz, baxın, ən birinci Unity-nin istifadəsini, sonra öyrənəcəksiniz C# proqramlaşdırma dilini, axırda da öyrədəcəm mən sizə AI toolları. AI toolları nədir? Nəsə bir model düzəltmək istəyirsiniz və kodunuzda nəsə problem var. 2D şəkil lazımdır. Gedib bunu Google'da araşdırmayın. Verin AI-ya, o da sizə çıxış versin. Bu qədər. Vibe codingi də sizə öyrədəcəm. Vibe coding nə deyə soruşsanız, AI-dan istifadə eləyərək kod yazmaq. Məsələn, hani Unitaz qıran bir dənə proqram yaz, məsələn. Kodları verirsə, siz də qoyursunuz, oldu vibe coding. Budur tema, başa düşürsünüz. Mən çalışa bildiyim qədər sizlərə bütün temaları, baxın, belə, yəni öz dilimizdə öyrətməyə çalışacağam ki, rahat olsun. İndi gəlin keçək Unity-nin istifadə qaydalarına. Getdik. Bəli uşaqlar, indi isə burada Unity hub'ımızı açırıq. Bunların yüklənmə qaydasını aşağıda qoyduğum linklərdən baxın. İndi xüsusi bir video düzəltməmişəm, ona görə daha üzrlü sayarsınız. Uşaqlar, bir Unity hub var, bir də Unity var. O ikisini də videoda izah edilib, onsuz da necə yükləmək lazımdır. Unity hub'ı açırsınız. Unity hub'ın içində New Project hissəsi var, burada gördüyünüz kimi. Ona klik eləyirsiniz. Uşaqlar, burada Unity hub'ın içində gördüyünüz kimi bir var burada 2D, bir də var 3D. Bəs deyə bilərsiniz bunların fərqi nədir? Biraz riyaziyyat bilirsiniz uşaqlar. X, Y oxunu bilərsiniz də. Yəni bax X budur, Y budur. Ekranda gerdə onsuz. Burada X, Y olanda ancaq 2D-dir. Yəni X və Y oxunun əksi və müsbət istiqamətində hərəkət eləmək olur. Bu birinci, başa düşdünüz necə? Yəni bax sağ var, sol var, yuxarı var, aşağı var. Budur. 2D. 3D-də Z də gəlir uje. Sağ var, sol var, qabaq var, arxa var. Başa düşdünüz necə? Bax bizim həyatımız 3D-dir. 3D bir dünyada yaşayırıq biz. So, tema budur, qutardı getdi. Biz indi ilk dərs istəyək uşaqlar, hələ asandan başlayırıq. 2D-ni seçin. Mənim adına da qoyun My First Pro. Nə varsın sən? Gəl salam ver. Qaba Altay. Qaba gəlin. Burada 2D-ni seçirsiniz uşaqlar. İşte də yazın My First Project. Buradan da Create Project hissəsi var yəqin ki, onu da basın. Vəsə. İnşallah gördüyünüz kimi hamımızın qabağına belə bir səhnə gələcək. Deyə bilərsiniz ki, Araz, bu nədir, bu nədir, bu nədir? Vəbşəm sən bizi nəyə salmısan? Bu nə temadır? İlk öncə işimiz nədir? Aşağıya qoyduğum link var uşaqlar. O linkdə Sprites adlı bir dənə folder, fayl var. Bu. Bunu görürsünüz. Bunu götürürsünüz. Atırsınız Unity-də bura. Bu hissəyə. İnşallah gətirirsiniz burada, sürüşdürürsünüz, gətirirsiniz bura bunu Sprites'ın. Baxın bunu. Və deyə bilərsiniz bu nədir? İnşallah Sprites ümumiyyətlə şəkillər deməkdir də, yəni ingilis dilində deyəsən tərcüməsi o, tez baxaq bir dənə Google. Belə bir söz yoxdur, oy bir. İnşallah bilmirəm, mənə elə deyiblər, mən bu içindəki nədir? Və burada Assets adlı bir dənə hissə var. Uşaqlar, Asset bir oyunda istifadə edilən 3D modeldir, şeydir. Ekranda görürsünüz məsələn, Brawl Stars'dakı koltuq, PUBG'dəki silahlar zətdir. Hamısı bir asset sayılır. Bizim oyunda, məsələn, bu Sprites faylın içindəki bütün bu hamısı, bütün bu görüntülərin hamısı bir assetdir. Bu qədər. Oyunun içində olub olmayan nə varsa, baxın bu hissədə yerləşir. Asset hissəsində yerləşir. Və bunu tutdunuz, bu temağı tutdunuz. Burada bir dənə hiyerarşi hissəsi var. Scene hissəsi var, ingilis dilində tərcümə eləyəmirəm, ona görə daha üzr istəyirəm, tələffüz eləyəmirəm. Bir dənə də game hissəsi var. İndi bunlara keçək. Uşaqlar, hiyerarşi oyunun içində, daxilində nə varsadır. Burada asset hissəsində ürəyiniz istəyən hər şey ola bilər. Amma oyunun içinə nə qoyacaqsınızsa, o hiyerarşi hissəsində. Bu qədər. Bunu hələ çoxusuna düşmürəm. Çünki siz bunu görməmiş, başa düşməyəcəksiniz. Scene hissəsi var. Burada bunu developerlərin elədiydi. Bax burada yəni oyunu proqramlaşdıran kimsə hamısının bütün işi burada görürsüz. Bu da oyunun telefonda, kompüterdə necə görsəndiyidir. Bu dəqiqəsiz olmadığı üçün gömgöydür, bomboş görsənir. Deməli nədir?
Mənim atdığım faylı açırsınız. Və bura bir dənə background adlı bir şey qoymuşam bura. Bunu götürürsünüz, səhnəyə sürüşdürürsünüz. Baxın, səhnəyə qoydu, bu da game-ə gəldi. Artıq telefonlarda bu belə görsənir. Yəni bax burada bir dənə kamera var. Bax gördüyünüz kimi bax main kamera hissəsi var. Bu main kamera olmasa görüntü olmayacaq. Baxın, no kamera rendering deyir. Çünki görüntü yoxdur. Hər oyunda bir dənə kamera olur uşaqlar. Məsələn, sizin gözlərinizdə kameradır. Bu göz olmasa görmürsünüz. Oyundakı kamera da budur. Gəlirsiniz bura, bunu da biraz belə böyüdürsünüz. Siz səs carazı nə ilə böyüsünüz? Baxın, qıraqda burada şeylər var. Bunu götürürsünüz, ekranı dəyişir. Bunu götürürsünüz, bax bunu toxunanda. Baxın, bunun koordinatlarını X və Y yöndə hərəkət edir. Z yöndə hərəkət etdirə bilmirik. Çünki Z yoxdur 2D-dir uşaqlar. Bu qədər sadə. Bu fırladır. Prosta fırladır. Z oxu istiqamətində fırladır. Fırladır, o da lazım olur. Yəni dizayn tərəflərə çox lazım olur. Yəni döyüşdü hətta. Bu ölçüsünü dəyişmək üçündür. Prosta X və Y-ə görə ölçü dəyişir. Bir daha budur. Bu da ürəyiniz istəyən kimi. Ən idealı budur. Mən bunu sevirəm. Bu hamısı da bir yerdə həftə bezər. Həm ölçünü dəyişir, həm belə fırladır, həm yerini dəyişir. İstifadə edən adam da görməmişəm, istifadə eləməkdə məsləhət görməyə ehtiyac yoxdur. Inspector da yaxındır. Baxın, burada background school bathroom var. Və gördüyünüz kimi bunun daxilində, bu oyunda buna nə əlavə eləmək istəyirsə, hamısı bunun içində olacaq. Baxın, sprite renderer deyə bir şey var. Yəni ki, bu nətər, bu başa uşaqlar, yəni bu ekranda, telefonda necə görsənirsə onun ayarlarıdır. Məsələn, baxın, mən buradan istəsəm bunun rənglərini dəyişə bilərəm, bax qıpqırmızı eləyə bilərəm, qorxu oyunlarında istifadə olunur. Bu da var, bura bir dənə mən Arazın başına əlavə edirəm. Mən bunun ölçüsünü dəyişmək istəyirəm. Baxın, burada belə bir dənə işarə var. Bu işarəyə basanda ancaq X dəyişir, ancaq Y dəyişir. Yox, bunu açıq qoyandı uşaqlar. X nə qədər dəyişsə, Y də o qədər dəyişir. Mən də bunu 2 eləyirəm, məncə bəs 2 də çoxdadır, 1.5 eləyək. Baxın, ordenin layer söhbəti var. O nədir? Bu əlin budur, bu əlin budur. Bax, uşaqlar görürsünüz, eyni xəttdədirlər, eyni xətt üstündədirlər. Bunların ikisinin də orden in layeri 0'dır. Mən istəyirəm ki, bu əlin bunun qabağında olsun. Mənim başım elə bil. İndi mənim başım türkün misalı. İstəyirəm ki, daha qabaqda görsənsin. Çünki mənim başım qabaqda görsənməsə, məsələn, bunun ordinin layeri məsələn 1 olsa, mən bunun arxasına düşürəm. Amma bunu 0 qoysam, öz başım 1 qoysam, nə edirsiniz? Eləyim, mənim başım həmişə bundan qabaqda olacaq. Fişə, qutardı getdi. Oyunu başladaq bir dənə. Bu nə cəzasıdır? Bu telekompüterim var. Şükür açıldı. Heç də yoxdur. Kanişdə nə eləmişik ki, burada nəsə olsun? Nəsə olmağı üçün uşaqlar bir şey eləməliyik. Baxın uşaqlar, gəldik bura bir dənə rigid body əlavə edirik. Baxın, rigid body. 2D, 2D, çünki 2D-dir bizdə. İndi görək nə olacaq. Baş yerə düşdü. Gördük uşaqlara gravitasiyası. Və düşür yerə və sonsuza kimi bu düşəcək. Bilirsiniz deyə, çünki bu harda dayansın. Bunu dayanmaq üçün bir dənə yer qoymalıyıq biz buna. Mən burada oyuna əlavə elədiyim bir dənə place hissəsi var. Baxın, hamımızda var o. Place. Bu niyə arxaya düşdü uşaqlar? Çünki ordinary layer 0'dır. Bunun da ordinary 0'dır. İkisində də 0'dır. Hansından artıqdır? Böyle şey olub. Biri 100% qabağa düşəcək də. Biri 100% qabağa düşür. Ona görə nə edirik? Mən istəyirəm place bundan qabaqda olsun. Buna da 1 qoyuram. İndi bunun ölçüsünü bir daha özümüzə görə düzəldirik necəsə. Çünki gördüyünüz kimi burada biraz bulurlanma var. Bu bulurlanmanın qarşısını almaq üçün gəlirsiniz buradakı place-ə. Bax burada şey var, filter mod bilinir var. Bunu point no filter eləsəz bulanıqlaşma azalacaq. İndi bunu gəldi, çox belə iyrənc bir şey elədim. Prosta nəsə də yəni. Əsas ki var. Baxın budur. Artıq yeri var. Amma uşaqlar, baxın gəlin mən bu yeri qoydum. Bu yenə də dayanmayacaq. Bilirsiniz niyə dayanmayacaq? Çünki uşaqlar, bunlara mən sümüyü qoymamışam. Mən əlimi vururam, mən əlimi vururam əlimə. Bu əlimin içindən niyə keçmir? Çünki bu əlimdə də sümük var, bu əlimdə də sümük var. Biz burada da sümük əlavə eləməliyik. Şəkil var, amma şəkil boşdur. Şəkilə bir dənə sümük əlavə eləmək üçün nə edirik? Kollidir. Kollidir. Qoydum. Bunu biraz da ayarları ilə oynayırıq. Bu şəkilin çünki ölçüsünə görə dəyişir. Bu biraz da məsələn belə ortalarına zad qoysaq kifayət eləyəcək. Eyni şəkildə uşaqlar, mənim başıma da elə bir burada sümük qoymalıyıq. Yoxsa uşaqlar dayanmaz. Bu da circle collidir 2D qoyaq.
Çünki circle code mənim başım dairəvidir, bu da dairəvi olsun ki, belə ölçülər uyuşsun. Bu qədər. Belə terminlər sizə çətinlik yarada bilər, amma çox bəsit bir şeydir. Oyunu gəlin bir daha başladaq. Söhbət yandı. Sələm yerin altına girir. Bilirsiniz niyə? Çünki ordinary layer'ları bərabərdir. Bu da ordinary layer'də kefinə görə gah birini qabağa atır, birini qabağa atır. Mən istəyirəm ki, mənim baş ancaq qabaqda olsun. Ona görə ordinary layer'ını 2 qoyuram. Bax yanır. Görürsünüz bomba bir dənə mənzərəsi var. Uşaqlar, araz eləyən o imajı artıq səhnəyə gətirə bilərəm. Unitaz. Niyə görsənmir? Ordinary layer uşaqlar. Çünki ordinary layer zəifdir. Bunu da 2 qoyuruq, vəsə. Artıq bu da qabaqdadır. Getdi. Gördünüz? Buna da gəlin bir daha həmişəki rigid body'mizi qoyaq. Baxın, rigid body qoyduq. Baxın uşaqlar, deyə bilərsiniz ki, Araz, mən rigid body qoyuram, amma kefim istəyir, kollider qoymuram. Nə olacaq? Əlbəttə yerə düşəcək, çünki sümüyü yoxdur. Əli ürəyi istəyən kimi düşür. Baba getdi. Niyə? Gəlirsiniz buradan, bu gəlirsiniz. Box kollider 2D. Aba, vəsə da bax gəldiniz. Bax özünə qoyurursunuz da avtomatik. Burada siz biraz üstündə düzəlişlər eləyin ki, daha qəşəng görsəniz. Bu qədər. İkisi də yanır. Uşaqlar, deməli biz bugün nə öyrəndik? Unity'nin interyeri ilə siz tanış oldunuz ən birinci. Rigid body nədir, onu öyrəndiniz. Siz deyə bilərsiniz ki, Araz, mən istəyirəm ki, bu Araz baş vara, o hərəkət zad eləsin. Onu hərəkət eləməyi kodlandır. Kodu da gələn dərslərimizdə mən sizə keçəcəm. Hələ ki, Unity'nin interyeri ilə tanış oldunuz. Ümid eləyirəm ki, rahat başa düşmürsünüz. Çünki çalışa bildiyim qədər belə lore dilində izah eləməyə çalışacağam mən hər şeyi. Və beləliklə uşaqlar, siz ilk oyununuzun artıq qədəmini atmış oldunuz. Gələn dərsimizdə görüşənə də əgər belə videoların davamını istəyirsinizsə like ataraq, abunə olaraq zat bunu mənə göstərə bilərsiniz. TikTokda da hər gün canlı yayındayam. Gəlin deyin, deyib gülək. Öpürəm.